Nikol Paşinyan seçkilərdən zəfərlə çıxdı, qalib gəldi. Hakimiyyət, hökumət qurur. Düzü, müəyyən hökumət komandasının içində bəzi xırdapara narazılıqlar var. Əsas da onun Milli Təhlükəsizlik Şurasının sədri inciyib çıxıb. Parlamentin sədrini Təhlükəsizlik Şurasının sədri qoydu. Ona görə də hələ tam bir formalaşdırma prosesi demək gedir. Amma Nikol Paşinyanın qalib gəlməsi və bundan sonra da hakimiyyətinin möhkəmləndirilməsindən sonra mənim Koçaryanın, Sarkisyanın, Sarkisyana ümumiyyətlə Kamran bəy, Nikol Paşinyan iqtidara gəldikdən sonra çox da dəymirdi. Müəyyən cinayət işləri zad açılırdı, çünki onun iqtidarı dövründə hakimiyyətə gəlib, aralarında da iddialara görə bir centilmen sazişi olub. Fikir diqqət edirsə, həm Koçaryan Sarkisyanı tənqid edirdi, Rusiyalı şərhçiləri və digərləri də ki, bu vəziyyətin belə olmağının səbəbkarı Sarkisyandır. Rusiya təbii ki, narazı Sarkisyandır. Bəli, onun hakimiyyətinə gəldi. Sarkisyanı bir şeydə də Rusiya tərəfi tənqid edib, Rusiyanın başının üstünə öz başına Avropa İttifaqı ilə də müəyyən müqavilələr bağlanmışdı. İndi Rusiya Ermənistanda Nikol Paşinyanı devirmək üçün hər cür vasitəyə el atdı, heç nə uğursuz oldu. Seçkilərdə də öz adamlarını görsənməsə dəstək olurdu, o da uğursuz oldu. Öz adamı Koçaryandır da, Koçaryandır 5-6 dənə. Onların da heç birinin bir uğuru yoxdur və inan da yoxdur. Və düzgünə qalsa da, düzgün təhlil etsə də ikimiz birlikdə, Nikol Paşinyana da Ermənistan hal-hazırda alternativ də bir siyasətçi, siyasi lider də yoxdur. Bugündən sonra da olub-olacağını zaman göstərəcək. Amma bundan ibarətdir ki, Nikol Paşinyan Ermənistanı irəli aparmaq fikrindədir, Ermənistanın problemlərini həll etməsi və ən önəmlisi Azərbaycan Respublikası ilə, Türkiyə Respublikası ilə normallaşma siyasətini dəstəkləyir və aparır. Ermənistana və erməni xalqına, erməni siyasətçilərinə heç vaxt inam olmaz və inanmamalıyıq da. Bu belədir və belə də davam olacaqdır. Ermənistan, məsəl üçün, müdafiə silahlı qüvvələrini gücləndirir və s. və ilə. İndi mənim gəldiyim qənaət bundan ibarətdir ki, Sarkisyan birəsiz Koçaryanı həbs eləmişdilər. Rusiyanın təzyiqi ilə müəyyən bir diplomatik manevr, həbsdən az o. İndi növbəti cinayət işi qaldırıb həm Sarkisyana, həm birlikdə. Həm desən oğluna da. Oğluna da qaldırıb ki, yəqin mənim Nikol Paşinyan və cinayət işləri də hamısında da sənədlər, sübutlar haqlı tərəflərdə var. İndi özləri bilər, öz qərarlarıdır. Koçaryan cinayətkardır, Sarkisyan da cinayətkardır. Bir dəfəlik əsas da Koçaryanı belə deyək, Ermənistanın siyasi səhnəsindən silmək istəyir Nikol Paşinyan. İndi bu nə dərəcədə uğurlu olacaq, nə dərəcədə Rusiya təzyiqlərinə tab gətiriləcək, nə də bunu zaman göstərəcək. Və ümumiyyətlə də Rusiyanın, Ermənistanın daxilində olan Rusiya təsirini azaltmaq istəyir. Bu seçkilərdə göründü ki, azaldılıb. Amma əsas təsir, Teymur bəy, seçkilərə qədər nə bacarıcı Rusiya elədir? Bundan sonra məncə çətin olacaq o Rusiyanın oradan nəsə. Nikol Paşinyan da Avropa Birliyini, Avropa İttifaqının siyasətçilərini çağırdı İrəvana. Bilirsiniz, böyük bir Azərbaycan Respublikası prezidenti Cənab İlham Əliyev onlayn çıxış etdi. Elə o ən böyük dəstəkdir. Təbii. Yeri gəlmişə Zelenski isə onlayn dördü. Elə özü gəlmişdi oraya. İlk dəfə də Zelenski bu müharibə ərəfəsində gəldi Ermənistana. Çünki Ermənistan Rusiya hakimiyyətinə, Rusiya Federasiyasına üstörtülü müəyyən dəstək verirdi. Şirkətlər və s. o sanksiyadan qaçanların hamısı açıq dəstək verirdi. Açıq. Hətta BMT-də həmişə o Krım məsələsində belə Rusiyanın tərəfində Ermənistan əl qaldırıb. Ya Paşinyana qədər. Paşinyan olan da öldü. O olan oldu, Krımın da işğalını tanımışdı. Rusiya Federasiyasının tərkibi kimi. Nikol Paşinyan iqtidarı dönüş elədi. Düzgün dönüş elədi ki, bu belə olmalıdır. Və bir də Kamran bəy, düzdür, bu yeri olmasa da bizim soydaşımız o Türkistanda da Qasım Cömert Tokayev, Qazaxıstanda da seçkilər oldu, bilirsiniz. Orada da maraqlı proseslər gedir və o da öz hakimiyyətini gücləndirir.
Mən də sizin kimi fikirləri bölüşürəm ki, Kaçaryanı həbs edib bizə ekstradisiya biraz çətin görsənir. Tələb edə bilərik. Bu adam cinayətkardır, Qarabağda qanımızı töküb, şəhidlərimizin bahiskarıdır. Edə biləriksə, eləyə bilərik. Amma bizə indiki zamanda bunu verib verməmək bu ayrı məsələdir. Amma gəldiyim bir daha qənaətimi göstərirəm ki, bu cinayət işləri arxasında Nikol Paşinyanın həm öz hakimiyyətini, Ermənistanda belə deyək, tam söz sahibi mənəm və Kaçaryanı da Ermənistanın siyasi, o Sarkisyan bitmiş bir adamdır. Kaçaryanın da, çünki Kaçaryana Rusiya Federasiyası çox inanır və Sarkisyan inanır, həmişə də inanır. Dəstək verir və inandığı adamlardan da biridir. Bu Koçaryanın həbs olunması ilə Rusiyaya vurulan bir zərbədir. Yəni Sarkisyana və digərlərinə həbs olunub, hətta bizim cinayətkarları da, teröristləri də həbs eləmişik. Rusiya arasında müəyyən bir nəsə deyil, amma Robert Koçaryan həbs olunan kimi Rusiya Federasiyası Ermənistana təzyiqlər, mesajlar göndərir, səfirlər gəlir, görüşür ki, bunu həbs və o birinci həbsi ona görə çıxdı. Pul müqabilində günahlar. Ona görə də mən bunu belə dəyərləndirirəm ki, Ermənistanda söz sahibi mənəm, Kaçaryan da Rusiya, Ermənistan siyasi səhnəsindən silinmə mərhələsində qalır. Üstəlik də